Allah Teala gelen günlerimizi xeyrə təbdil eləsin. Özümüzün, ata-anamızın, şeyx-i əqvamimizdən günahları olanların Allah günahlarını əfv eləsin. Nəslimizdən Əhl-i Beyt düşməni bara gətirməsin. Əhl-i Beytin qatillərinə Allahın lənəti olsun. Şühədai İslamın, Şühədai Kərbəlanın, vətənimizin işğalda olan torpaqlarının azadlığı uğrunda şəhid olan mülki insanların, əskəri balaların ruhunu Allah bizlərə duacı eləsin. Ərvahlarına səlavat hədiyyə edir. Həftə içi dünyadan gələnləri yad eləyək. Çoxlarının məclisinə, dəfninə yetişə bilməmişik. Bu məsciddən, bu mənbərdən, bu Hüseyniyyədən onların ruhuna dua oxuyaq. Allahümmə əğfir lil-mu'mininə vəl-mu'minat vəl-musliminə vəl-muslimat əl-əhyai minhum vəl-əmvat bihaqqil-Fatihə. Təqəbbəlallahu Teala. Allah ruhlarını şad eləsin. Allah da bizi Əhl-i Beyt şəfaətindən məhrum eləməsin. Eyni zamanda da əza günləridir. Bu əza günləri məhzun olmaq, xatırlamaq, onların müsibətin belə desək, anmaq. Bəzən keçmişdə insanlar deyib ki, özü qoyduğuyla onların yerinə. Əlbəttə ki, heç zaman onların misli dünyada tayi olmaq mümkün deyil. Onlar elə haqq ilə batil üz-üzə durmuşdu, canları ilə bədəlin ödədilər. Canların verdilər, dini, İslami, şəriəti bugünkü nəsillərə, mümkündür ki, gələcək nəsillər də bundan faydalanacaqlar, çatdırdılar. Amma bizə qalan budur ki, onların müsibətlərini, çətinliklərini az da olsa qabiliyyətimiz müqabilində yaşayaq. Bilmirəm, 20 il olar, ya 18 il olar. Bundan qabaq bunu danışmışam. Bir nəfər varmış, Mirzə Əbdülkərim ağanın yanına gedib gələnlərdən olub, sonradan daha getməyib, çox ağlarmış İmam Hüseyin əleyhissalama. Bəzən də öynərmiş ki, kaş o anda mən həyatda olaydım, İmam Hüseyin ağanın zamanəsində olaydım, canımı fəda verərdim. Heç zaman gərək insan başı girməyəcək yerə bədəni soxmasın. Allah məsləhət bilsəydi, səni o zamanda dünyaya gətirərdi. Sən bu zamandasan, böyük iddia etmək məsləhət deyil. Allah rəhmət eləsin. Abbasqulu Ağa Bakıxanov Qüdsini hardasa xeymənin üstündə görüb ki, yazılıb kaş o gün, o dəmdə olaydım Kərbəlada. Bu sətirlərin altına Abbasqulu Ağa yazıb ki, məzlum Hüseyni qoyardın arada qoyanlar kimi. Bu məşhur sözdür ki, Abbasqulu Ağanın dilindən nəql edirlər. Bu biçarə də iddia eləyərmiş. Gecələrin birində səhər yuxusu için olar. Yuxuda görür ki, İmam Hüseyin Ağa
meydandadır. Kömək istəyir. Birdən bu şəxsə yaxınlıqda gözü düşür. Adı ilə çağırır ki, gəl mənə kömək elə. Bu isə qaçır girir daşın arxasında gizlənir. Ayılır yuxudan, görür ki, yuxuymuş. Səhərə qədər ağlayır. Səhər gəlir ağanın xidmətinə. Yuxusunu danışır. Görür ki, ağa saldı başını aşağı. Söz demədi. Dedi, ağa bu necə təvil olar? Dedi, qaçmısan da. Qaçmısan. O biçara nə desin? Müalicə eləsin. Düzdür, onun başına gəldi. Amma başqalarına dərs olsun, başqalarına ibrət olsun, başqaları belə xəta eləməsinlər. Bizə qalan əzadarlıqdır. Bizə qalan o əzizləri xatırlamaqdır. Onlara ağlamaqdır. Onlara yas saxlamaqdır. Azından bəzi cavanları illər boyu müşahidə eləmişəm. Başın, saçın, tükün qıxmır. Elə fərz eləmişəm ki, üzürlüdür. Sonradan bəlli olub ki, imam üçün yas saxlayır. Bu da bir növ-i heç bir yerdə yazılmasa da, amma hər halükarda bir əza modudur, əza tərəfidir. Çünki biz atamız, anamız, əzizlərimiz dünyadan gedəndə başımızı, gözümüzü təraş eləmərik ki, yaslayıq. Betəriqi ola daha bundan da üstün Həzrəti Əmir əleyhissalamdır, Həzrəti İmam Hüseyin əleyhissalamdır, Peyğəmbər əleyhissalamdır. Qaldı keçdi Aşuradan Ərbəin Hüseyniyə özü elə 40 gün ki çəkir. Burada həmin zəminə var, şərait var bu yası saxlamağa və həm də əza əndər əzadır. Əza üstünə gəlir. Bəzən görürsən, məsumlardan ayımızın bəzi günlərində şəhadəti olur. Elə həman günü ya güclə insan o günü qəmnak olur, ya olmur. Ya bəzən heç həman günlərdə şadlıq edirlər. İnsan ya özü, ya başqasının şadlığına gedir. Bu da diqqətsizlikdir. Diqqət eləmirlər. Müsəlman ayları ilə baxsınlar ki, şəhadət günü haçandır. O günkü gün toy eləməsinlər. Heç fərqi yoxdur İmam Hüseyin ağa ilə İmam Baqir əleyhissalamın şəhadətində. O 3-cü imamdır, bu 5-ci imamdır. Hər ikisi məsumiyyətdə eynidir. Hər ikisi şəhid olublar. Biri qılıncla, biri zəhrlə. Nə fərq eləyər? Qaldı bunun əzasında Ərbəin var, 40 var. Ondan sonra İmam Rıza əleyhissalamın, İmam Həsən əleyhissalamın və Peyğəmbər giramının yası var. Bunlar əzalar, yaslar biri-birinə bənd olur. Məsəla, əgər bir kəsin belə bir sualı olsa ki, il boyu bunların şəhadəti var, onda gələk biz yasa bənd eləyək. Yox, heç kəsin başına gəlməsin. Heç kəsin başına gəlməsin. Əgər bu cəhət, bu xüsusiyyət bir müharibə gedən ölkədə baş verirsə, həman o müharibəyə qatılan, cəlb olan müsəlmandırsa, ya İraqdır, ya İrandır, ya Əfqanistandır, ya Fələstindir, ya Beyrut, Lübnandır, xülasə bir müsəlman ölkəsi. Bomba düşür, ailələr həlak olur, 1 nəfər, 5 nəfər. Yaxud ki, o müharibə çəkir bir 3 ay, 5 ay. Hey bir ailədən biri bugün vəfat edir, şəhid olur. Biri 10 gündən sonra yaralanır, şəhid olur. Bərfərz il boyu bunlar şəhid verməkdən
ibarət olurlar. Onların hansının yadına şadlıq düşər? Hansı şadlığın barəsində qoy götür eləyər? Üçün əzizlərinin bir zaman təvəllüdlərini keçirdirdilər və digər zaman isə dəfinləri biri-birini atlayır. Bizim heç zaman başımıza bir gəlməsin. 30 illik müharibədə Xocalı soyqırımı və ölkənin bölgələrində olan qaçqınlıq, qaçqın düşərgələri, indi də onun fəsadını yaşayır bu millətin gəncləri. Bəziləri o zaman körpə olub, bəziləri gənc olub, bəziləri yaşlı olub. Səncə o acı yağrı onların burnundan gedər? Heç zaman. Heç onun haqqında danışmağına dəyməz. Bizə deyərlər ki, istəyirdəsən. Bu acını bizim Qarabağda olan xalqımız, qaçqınlarımız acı bir həyat sürdülər. Acı bir həyat yaşadılar. Necə bilirsən? Millətin əsir düşənlərinin satılmağı, orqanlarının alvəri, insanın dırnağı və saçı yetişir. Uzananda qırxılır, təmizlənir. Allah tikrarən kimə göz vermir. Daxili orqan vermir. Bir dəfə ikram olunan bir şeydir. İnsan kamil olmaqdan ötürü. İndi sən əsir düşəsən, sənin orqanlarını kafirlər pıla alsınlar. Ya ölümünlə bitsin bu iş və yaxud da ki, şikəstliginlə tamamlansın. Bu döyməgər müharibə. Hələ bu müharibələrin heç birində haqq iddiası yoxdur. Kimisi xəritə bölür, kimisi insanlar üçün həyatlarını həlakətə salır, iddia eləyir ki, mənim yerimdir, sən burada olmamalısan. Xülasə, bir çox müharibələr dünyada yekəbaşlıların alvərinə çevrilib. Orada dahi din yoxdur, şəriət yoxdur. Amma bu döyüş, bu hadisə ki, Kərbəladan bəhs olur, burada bir məfhum var. O, Allahın şəriətindən ibarətdir. 23 illik peyki ilahi gələ hər məsələ üçün Allahın nümayəndəsi gələ Allahın elçisinə xəbər verə. Bəzi kiçik məsələlər Peyğəmbərin haqqında, onların haqqında ki, Peyğəmbər cavab verə bilməyib, gözləyib Cəbrailin peyamın. Cəbrail əleyhissalam bir dənə pişikdən ötürdü gəlbi. Peyğəmbər məhzəri. Pişik. Fərz edirsiniz pişik nə olan şeydir. Hər kəsin evində var. Mədinədə heç kim qar görməmişdi. Heç kim. Bəs nədən ötürü qol verildi, sonra əks oldu. Resul-i Əkrəmə xəbər gətirdi, ya Resulallah. Elan eləginən sabah qar yağacaq. İnsanlar, bəziləri sevinirdi ki, qar görəcəyik. Bəziləri də deyirdi ki, nəcür olacaq. İsti bir diyarda qar nəcür olacaq. Qar yağmadı, hava bulutlandı. Qar abi havası göründü, amma yağmadı. Səhər iradlar münafiqlər tərəfindən kifayət qədər Peyğəmbərə yönəldi. Ya Resulallah, heç bir qolullah Allahın qolu belə olmayıb ki, əvvəl vəd olsun ki, qar yağacaq və sonradan yağmasın. Dedi, mənə əmr yetişmiş ki, yağacaq, sizə elan elədim. Ne üçün yağmayacağını da əgər əmri yetişsə, cavabı yetişsə deyərəm. Peyğəmbər-i İslam müntəzir Cəbrail əleyhissalam yetişdi. Ya Resulallah, o sənə irad eləyənlər niyə qar yağmadıdan ötürü yolla geçsin filan məhəlləyə, orada bir pişik təzə dünyaya körpə gətirib, balaları qar yağsaydı ölərdi. Allahın rəhminə bax, Allah bir pişiyə və onun balalarına rəhm edir. Getdilər, gördülər ki, bəli.
Bu əqəlli münasibətdir. Ən kiçik münasibətdir ki, insanın şuuruna, anlağına. Deyərsən, sən nə danışırsan, ə kişi? Ay molla, ay axund, ey axund demək olarsan. Ay Allahın bəndəsi, bu vəhşi o biri vəhşini yiyir. Bu insan o heyvanları kəsir, yiyir. Heç burada bu insandır, insan nəfsidir. Heyvandır, heyvan nəfsidir. Heyvan təməidir. Allah Teala'nın bunları qarışdırmayaq. An ki diləm xas, nə olmuş şəbət. Mənim ürəyim çox şey istəyir, amma olmur. Hərçi xuda xas, tamam şəbət. Allah nə istəyir olur. İstəyirsən razı ol günə bundan, istəyirsən olma günə. Sənə ki məsləhət olunmayacaq. Quran bizə bu müvəqqəti darül həyatda, darül məmatdan sonraki həyatımızı başa salır. Ayə-i mübarək-i Quran özü də insanlara xitabdır. Bir var, ya eyyühəl-ləzinə amenü, bu təxsisdir küfrdən imani. Ay iman gətirənlər. Amma burada deyir, ya eyyühən-nas, ay insanlar. İttəqu Rəbbəkum, qorxun o gündən ki, Allah özdən qorxun ki, vəqşəv yevmən, bir xəşiyyətli gün olacaq ki, la yəczi validin ənvələdi. Bir zərrə evladına ana tərəhüm eləməyəcək. Bir zərrə evladına ana savabından bəxş eləməyəcək. Bilirsiniz də, dünyada ananın balaya olan rəğbəti heç bir şeydə yoxdur. 9 ay onu qarnında gəzdirmək bəs olmadı. Dünyaya o gələr zamanda ölümlə üz-üzə qalmaq bəs olmadı. Canının şirəsini ona yerizdirmək bəs olmadı. Və onun bələyin açıb bükmək, onun təmizliyinə, nəzafətinə baxmaq kim eləyər kimin balasın? Amma onu sevə-sevə eləyir. Hər günündə bir tazə baxış, tazə dodaq, tazə gül, tazə təbəssüm evlatdan umur. Saniyə bə saniyə bunları güdür, bunların başındadır. Anadan özgə buna kimdir? Qardaş qardaşa rəğbətli olar, amma ananın balaya rəğbəti yox. Ata evladına rəğbətli olar, amma anaya çatmaz. Bacı bacıya rəğbətli olar, amma ana ilə bala arasında olan rəğbət heç nə ilə ölçülməz. Həman bu ana qiyamət günündə olar, deyər ki, İlahi və Rəbbi, məni məhləkədən, qorxudan özün azad elə, ondan özün bilərsən, evladımdan özün bilərsən. Bir mərsiyə də var, mərsiyədə də belə bir söz deyilir. Məhşər günü bir gündür düşər, təngə xəlayiq, insanlar darlığa düşərlər. Yəqub çıxarar istəklisi ol Yusifi yaddan, 38 il ya 40 il ağladığı bir evlad üçün ki, evladlarının qalanları ona bir təndürüst söz deməmişdilər. Ya yalan sadalayırdılar ki, qurt yedi, yaxud ki, başqa şey. Peyğəmbər olan bir şəxsiyyət ki, ataları idi, gözləri ağlamaqdan ağardı, amma evladlar ona düz söz demədilər. Bu Yəqub əleyhissalam qiyamət gününün holun görəndə Yusifi yadından çıxardar. Yusifi çıxardar. Ananın balaya olan məhəbbəti çox-çoxdur. Allah bundan meyar eləyib. Meyar yəni nə? Ölçü vahidi. Ölçü vahidini bunu qərar verib. Həzrəti Musa aleyhissalama buyurub ki, mən Allahəm ki, ananın balaya olan məhəbbəti ki 70% dedi, 70 dəfə ananın balaya olan rəğbəti, məhəbbəti atadan çoxdur. 70.000 misli mənim öz yaratdığıma, bəndəmə rəğbətim var. Allah çox-çox rəğbəti var yaratdığına. Buna bariz nümunə.
Açıq, aydın bir nümunə. Hz. Musa aleyhisselamı Firon batarkən çağırdı, o əhəmiyyət vermədi. Çağırdı, əhəmiyyət vermədi. Ya 3 kərə, ya 7 kərə, ya 70 kərə, Allahu ələm. Cəbrail aleyhisselam vurdu onun şəhbəri ilə başından, qərq oldu, getdi cəhənnəmə. Növbəti zamanlarda Tur dağında Hz. Musa aleyhisselamla mükalimə vaxtında belə bir məsələ ortaya mütəal Allah tərəfindən yetişdi. Ya Musa, nədən Fironun dəvətini icabət eləmədin? Ne üçün Fironun çağırışını qəbul etmədin? Dedi, İlahi və Rəbbi, kafir idi. Kafir idi. Amma Quranda Allah deyir ki, Üd'uni əstəcib ləkum. Məni çağırın, mən sizə eşidim, icabət edeyim. Dedi, heyf, ey Musa, o səni ki o miqdar çağırdı, cavab almadı, mənə bir kərə üzün tutsaydı, məni çağırsaydı, mən onu həlakətdən azad eləyərdim. Bax, bu Allah, o Peyğəmbər. Bu Allah, o sənin anın. Dünyadır. Kimdən ötürü pulundan keçərsən, kimdən ötürü malından keçərsən, kimdən ötürü müəyyən vədlərlə vəfa eləyərsən, dünyadır. Ərtə bunu mən qeyd eləmişəm. Mənbərdə, xütbədə. Yenə də bu təkrar eləyirəm. Əzizlər, 5 manatın var, 1 manatın istəyirlər səndən, 4'ü səndə qalır. 1 manatı versən, səni o qədri ağrıtmaz və narahatçılığında yaşamazsan. Nədən? Çünki deyirsən ki, səhər işləyəcəyəm, yenə 4 manat olacaq, 10 manat, 5 manat, müəyyən miqdar. Çünki sağlamlığına güvənirsən, işvə güvənirsən və əlində bir pul, mal, imkan, mikinət olacaq, ona güvənirsən. Deyirsən ki, qazanacaqam. Buradan sən 1 manat, 5 manat vermək o qədri sənə narahatçılıq gətirmir. Amma qiyamət günündə nə bazar yoxdur, fəhləlik eləyəsən, nə birinin sənə ehtiyacı yoxdur ki, gedəsən sənətkarlığından qazanasan. Əmal kitabı dondurulub, nə yaparmısan özündən odur. Aşpazxanan yox, çarpayın yox, qalxdığın yerdə qəbridir, 7 dənə qəbri bir-birinin üstündən, bir qəbrdən 7 dənə baş çıxacaq, bir qarışdıq yerdən. 1000 il əsəcəklər qəbrin qırağında, ta əmri ilahi yetişməyib ki, hazır olun. Fülfülə deyil elə, oyun oynayacaq deyil. Hesab kitabdan qabaq, əmri ilahi ilə ki, insan çıxmalıdır torpaqdan, çıxacaq. Az bir məsahətdən 7 baş çıxacaq. Bir ayaqları kənarda, bir ayaqları qəbrin içində 1000 il müntəzir olacaqlar, qorxu içində. Görəsən işliyindən qutaracaq. Görəsən hansı əməlimiz keçəcək, hansı əməlimiz saxda başımıza çırpılacaq. Kim bilir? Xalislə naxalis o gün təmiz olacaq. İmkanın geniş olan surətdə, füqara sənin yadında deyil. Yoxsullar sənin yadında deyil. Heç onların heç məhəlləsi yox ha. Heç kəndindən də keçmirsən. Bəlkə birinin dərdi səri olasın hər şeyə. Amma özün ki, onların mislinə gəlib düşdün, onda deyirsən ki, İlahi və Rəbbi. Bəzən də şeytan adamı küfrə çəkir, deyir ki, elə məni görürdün. Bir nəfər gəlib çıxmışdı dama, oğurluq eləmək istəyirdi məsciddən. Bir nəfər də yalvarırdı, arvadın əlindən canını qutarıb gəlib girmişdi məscidə, dua eləyirdi. İlahi və Rəbbi, bu arvad məndən don istəyir, bu arvad məndən günbax istəyir, nə istəyir? Allah mənə pul yetir, canım bunun əlində qalıb, xıttəyim qalıb bunun əlində. Özüm mənə rəhm elə. Nə olardı ki, İlahi və Rəbbi, o damın günbəzindən mənim üçün bir miqdar sikkədən, puldan yetişəydi. Allah verirsən, ver mənə sikkə, vermirsən başıma bir daş sal. Elə bunu deyən kimi lotu yuxarıda güzdür, bunu ki varsan rədd olub çıxıb gedəcək, mən girib məsciddən xalını aparacağım, oxuyacağım. Bir daş bıraxdı bunun başına.
Dedi, hə nə oldu? Qızıl deyəndə vermirsən, daş deyəndə o dağı salırsan başıma. Əzizlər, xülusivə bax, istəyvə bax. Duaların fəqərəsində bu var. Bu məsələ var ki, ciddi istəyin Allahdan. Allahdan bir şey istəyəndə ciddi istəyin. Nenəm dedi, kör dedi, hər yetənə vur dedi. Belə olmasın. Biz ahirəti hələ görməmişik. Amma 50 illik ömrümüzdə hər gün ölürük, dirilirik səhər. Akşam yerimizə girib yatırıq, ölürük, səhər yenidən dirilirik. 50 illik ömrümüz bu cürdür. Anladığımız vaxt, anlamadığımız vaxt. 50 illik ömrümüzdə hey bahar görürük, yay görürük, yaz görürük, payız görürük. Necə məhsullar cücərir, torpaqdan çıxır görürük. Necə bunlar saralır, tapdalanır, məhv olur, bunu da görürük. Ölmək, dirilmək necə olar? Buna şübhəm var. Yəni bu olmayacaq. Həzrəti Zeynəb-i Ülya eşidirsən, bir xanımdır ki, onun anasının qəbri şərifinə, babası Peyğəmbərin qəbri şərifinə, atası Əli gəl Mürtəza qabaqda, sağında İmam Həsən, solunda İmam Hüseyin, arxada da Qəmər-i Bəni Haşim, Əbəl-Fəzl-ül Abbas. Aparardılar ki, Zeynəbi aparırlar hara? Babası Peyğəmbərin ziyarətinə, anası Zəhranın ziyarətinə. Nədən bu barədə belə idi? Sorğu oldu Əli əleyhissalamdan, dedi ki, bacımızın boyun görməsinlər. Qiyafəsini yox, boyun görməsin. Amma bacısının boyun, bacısının çərşəbin, bacısının suxənin sözün, naləsin hamını Kərbəlada da eşitdilər, Kufədə də eşitdilər, Şamda eşitdilər, Yezid məclisində eşitdilər. O nitqi ki, Həzrəti Zeynəb'də vardı, Be'eyni Ali ibn Əbi Talib'di. Abdullah Cəfər, Həzrəti Cəfər Təyyarın oğlu Abdullah, Həzrəti Zeynəb'in sahibi idi. Onun bir dənə xidmətçisi vardı, 3 il ya 2 il. Həman xidmətçi Həzrəti Zeynəb'in xidmətində idi. Adı Hind idi, Hind. Xanım Zeynəb'dən çox tərbiyə almışdı. Xanım Zeynəb'in xidmətində çox olmuşdu. Xanım Zeynəb-i Ülya Şama gətirilir, kəsilən başlar, gün yandıran çöhrələr, körpə balaların göyərmiş üzləri, göyərmiş qolları, yolların yorğunları. Muaviyyənin oğlu Nanəcib, Vələdül Heyzü Vələdül Zina, Yezid elan eləmişdi ki, bir para mənə qiyam etmiş, hakimiyyətimə göz tikmiş, Frəngin, Rumun qiyamçıları öldürüldü, ailələri əsir gətirildi, məclisimdə gör onlara nə divan tuturam. Hind də tamaşaya gəldi. Hind tamaşaya gəldi. Tamaşaya gəldiyi vaxtıda gözü düşdü o beli əyilmiş xanıma. Bir gündə 7 dənə qardaşın cənazəsini yaşamış xanıma. Saçları ağarmış xanıma. Dedi, xanım sən kimsən? Dedi, mən Mədinə əhlindənəm. Dedi, hansı Mədinə? Çünki şəhərə ərəblər Mədinə deyər. Dedi, Peyğəmbər Mədinəsi. Yadına düşdü ki, mən Mədinədə xidmətçi olmuşam Abdullah Cəfərin evində.
Hazreti Zeynep Ali kızının keniz olmuş. Dedi hansı qəbilədən? Peyğəmbər şəhrində qəbilələr var, hansı qəbilədən? Dedi Haşimi qəbiləsindən. Dedi vay olsun mənə, sən kimsən, adını deyim. Dedi mənəm Zeynəb Əli ibn Əbi Talibin qızı. Orada elə vurdu üzünə, elə vurdu başına Hind. Dedi kör olaydım, səni bu halda görməyəydim. Ay mənim xanımım, bu nə halətdir? Dedi Muaviyyə oğlu Yezid, Kəzzab ibn Kəzzab, yalancı, qardaşım Hüseyni şəhid elədi. Atası qardaşım Həsəni zəhərlədi. Özü qardaşım Hüseyni şəhid elədi küfəlilərin əli ilə. O başları ki düzübdü qarşısına, bir ədəblik haqlarında eləyir, Hüseynin başıdır. Neçə cəhətlər oldu Əhl-i Beytin azadlığına, biri də Hindin Yezidə qarşı çıxmağı idi. Hind həman məclisdə başının örtügün atdı, mükəşşəfi oldu, açdı üzün. Yezid güya qiriyyət sahibidir, bir qeyrətin birinci dərəcəlisi idi. Qalxdı ayağa, əbasını saldı həman məclisdə Hindin başına. Sən nə edirsən bu qədri? Əyanın, əşrafın içində başını açırsan. Dedim mən başımı açmaqda sənə ispat edirəm ki, Peyğəmbər ailəsini sən başlarını açmısan. Əzizlərin, mükərrəmələrin işgəncəyə vadar eləmişsən onları. O məlun ki, İmam Hüseyin ağanın başına bir ədəb eləyirdi, bir nəfər qalxdı, dedi, and olsun Allahın izzətinə, ey Muaviyyənin oğlu, gözlərimlə görmüşəm. Bu Hüseyin ki bunun dodaqlarına vurursan, bunu Peyğəmbər öpürdü. Peyğəmbər bunu iyiləyirdi, bunun dişlərini öpürdü. Nə həyasız insansan, Peyğəmbərin öpdüyü yerə ihanət eləyirsən. İndi biz ağlayırıq, bəlkə ağlamaqdan ciyərimizin, gözümüzün, qəlbimizin suyu qutarsa, yenə də azdır. Yenə də azdır. Əgər biri ağlamaqdan ölsəm, naz etsin Əhl-i Beytə. Ey Peyğəmbər ailəsi, bizim heç bir şeyimiz yoxdur. Gözümüzün yaşından başqa heç bir şeyimiz yoxdur. Kur'an deyir ki, فَلَا تَغُرَّنَّكُمُ الْحَيَاةُ الدُّنْيَا وَلَا يَغُرَّنَّكُمْ بِاللّٰهِ الْغَرُورِ 5 günlük sizi aldatmasın, məğrur olmayın. 5 günlük dünya sizi aldatmasın. Bunun balı, şiti, şori sizi aldatmasın. Müsəllət olubdur dünyanın eyşi canımıza. Pərverdigara, heç an bizim qəlbimizdən Əhl-i Beyt sevgisini kənara salma. Günahımız var, kifayət qədər. Allah sevablarımızı əndər sevab qərar versin. Allah balalarımızı, gələcək nəsillərimizi İmam-ı Zaman Əccalallahu Fərəcəhu Şərifü Teala'ya əskər, xüddam, xidmətçi qərar versin. Bismillahirrahmanirrahim. Əmmən yücibul muzterre izâde'a ve yekşifis-su. Əmmən yücibul muzterre izâde'a ve yekşifis-su. Əmmən yücibul muzterre izâde'a ve yekşifis-su. Allahümme kun li veliyyikel Hüccet ibnil Hasan Salavatuke aleyhi ve ala bâe fi hazihi s-sâe ve fi kulli s-sâe ve hafizan ve gâiden ve nâsiran ve delîlen ve ayna
حتى تسكنه أرضك طوعا وتمتعه فيها طويلا برحمتك يا أرحم الراحمين. Allah. Pərverdigara, günahlı əllər, ümid dərgahına qaldırmışıq. Bizi naümid sinəmizə qeytərmə, müşkillərimizi asan elə. Allah ruzunu həlallıqla bizə nəsib elə. Evladımıza, ailəmizə, yaxınlarımıza, möminlərə dərdüsər qismət eləmə. Allahlığın xatirinə inşallah Ərbəin ziyarəti yetişəcək. Hər kəsə müyəssərdir, o yolu onlara rahat elə. Ağanın şərəfli məzarının zəvvarı olmağı hər kəsə bəndiyə nəsib elə. Allahlığın xatirinə, Allahlığın xatirinə. Bu yevmül mev'ud günü, vəd olunmuş gün ki qiyamətdir, həmanki günü bizi qeyri kəslərin sıralarında qərar verməginən İmam Hüseyin ağanın şəfaətini halımıza şamil elə. Əskər balalarımızı səlamət elə. Xəstələrimizə şəfaət nəsib elə. Borcluları o yükdən, xəcalətdən özün ixlas elə. Allah Məkkə istəyənlərə həcc ziyarəti nəsib elə. Ümrə istəyənlərə Məkkə ziyarəti nəsib elə. Allahlığın xatirinə, Allahlığın xatirinə. Hər kim üçün nə totiə hilə qurur. Saman altından su yeridir. Allah özün ərhəmər rahiminsin. Özün bilginən xiyanətkarlarla, özün əvəzlərin əta elə. Allahlığın xatirinə. Kişiləri barışdır günə. Allahlığın xatirinə. Mərdi namərdə möhtac eləməyin. İlahi və Rəbbi, görməmiş insandan, düşüncəsi az olan insandan əl borcu almağı görmüş mərdə qismət eləmə. Məşğul ziyarət.